Salam değerli kardeşler. Size membran hakkında məlumat vermək istəyirəm. Bu membran hakkında düşüncələr, çox səhv düşüncələr var. İstəyirəm ki, ona aydınlıq gətirəm. Bu membran dam örtüyündə yaranan, metal təbəqədə yaranan kondensatı həm nabalçanın və yaxud da ki evin içindən, obyektin içindən nəmi çölə çıxartmaq üçündür. Həm də ki, burada hava boşluğuyla o kondensatı soyutmaq üçündür. Bəziləri bu membranı birbaşa metal təbəqənin altına vurur. O zaman nə olur? Mən deyim, sizə qulaq asın. Metal təbəqə və membran, bir də taxta, dördü bir-birinə bitişik olur. Hətta deyərəm ki, şurup da həmin hissədən keçdiyinə görə dördü bir-birinə bitişik olur və bunun üzərinə metaldan düşən su birbaşa metalla təmasda olur, metalı da çürüdür və membranla metalın arasında hava təbəqəsi qalmadığına görə burada kiflənmə yaranır. O kiflənmə də bu gördüyünüz membranı çürüdür. Onun üçün biz nə edirik? Bax, gördüyünüz kimi 4'ün 4'ə reykalardır. Əslində 5'in 5'ə olmalıdır. Bizdə standart 4'ün 4'ə gəlir. Bu şəkildə kontrabişotka vurulur. Nə üçün? Çünki buradan hava boşluğu olmalıdır ki, hava dövriyyəsi yaransın, kiflənmə olmasın. Bunu bəzi insanlara deyirəm ki, adi evlərin padvallarına hava dövriyyəsi üçün nəmişlik olanda deşiklər qoyulur. Yəni eyni variantdır. Yəni deşik buradan qoyulur ki, setka. Buradan hava girsin və sirkulyasiyaya davam eləsin. Ona görə dəyərli qardaşlar, gəlin özümüzdən Amerika kəşf eləməyək. Hər şeyi öz standartlarına uyğun yığaq. Ev sahibi sizin əziyyətinizin qədərində sizə pul vermirsə, 2 təklif edin. Deyin ki, membranla bu qiymətə işləyirəm, membransız bu qiymətə işləyirəm. Allah işinizə xeyir bərəkət versin. Sağ olun, salamat qalın.